Salam əziz izləyicilər, mən Fis Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə. Bugün sizinlə növbəti sertifikasiya tipli sınavımızın müzakirəsini həyata keçirəcəyik. Gəlin suallarla tanış olaq. Dərslərimiz haqqında ətraflı məlumat üçün 055 527 25 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Birinci sualda amin turşusunu əmələ gətirdiyi tripeptidin molyar kütləsi A, tetrapeptidin molyar kütləsi isə B olarsa, amin turşusunun molyar kütləsini hesablayın. Deməli, amin turşusu tripeptid əmələ gətirir və bu zaman 2 mol su ayrılacaq və tetrapeptid əmələ gətirir. Bu zaman isə 3 mol su əmələ gələcəkdir. Deməli, 3 amin turşusunun kütləsi 3x, tripeptidi A ilə işarə ediblər və kütlə isə suyun kütləsi 36-dır. 4x amin turşusunun kütləsi, B tetrapeptidin 54 qram isə suyun kütləsidir. Və biz görürük ki, 3x bərabərdir A ilə 36-nın cəminə, 4x isə B üzərinə gəlsin 54-ə bərabərdir. İki tənliyi tərəf-tərəfə çıxsaq, x bərabər olar, B çıxılsın A, üzərinə gəlsin 18. B variantı birinci sualımızın düzgün cavabı olacaq. 2-yə nəzər salaq. Amonyakın alınması reaksiyası üçün tarazlıq A-nında amonyakın qatlığı 0,4 mol litrdirsə, hidrogenin 30%-nin reaksiyaya daxil olduğunu nəzərə alaraq onun başlanğıc qatlığını hesablayın. Reaksiyamızı yazaq. Deməli, bizdə başlanğıc tarazlıq və sərf olunan qatılıqdır. Amonyakın qatılığı, tarazı qatılığı 0,4-dür və buna əsasən biz başlanğıc maddələrin sərf olma qatlığını təyin edə bilərik. Bir azotdan 2 amonyak əmələ gəlirsə, 0,4 amonyak əmələ gələndə 0,2 azot mol bölsün litr azot sərf olunacaqdır. Həmçinin 3 mol hidrogenlər 2 mol amonyak əmələ gəlirsə, 0,4 amonyaka 0,6 deməli, hidrogen sərf olunar. İndi sərf olunan hidrogen 0,6 neçə faizdir? 30%dir. Bizdən başlanğıc miqdarını istəyir. Onda 100% işarəsi 100%-i də B ilə işarə edək. B nəyə bərabər olar? B buradan deməli 0,6 vursun 100 bölünsün 30. O da edir 2. Deməli, başlanğıc qatlığımız 2-dir. A variantı ikinci sualda düzgün cavab olacaqdır. Üçüncü suala nəzər yetirək. Neçə qram kalsiyumun duru sulfat turşusu ilə reaksiyasından 11,2 litr hidrogen qazı ayrılır? Kalsiyumun duru sulfat ilə reaksiya tənliyini yazırıq. Kalsiyum sulfat əmələ gəlir və hidrogen qazı ayrılır. 40 qramından 22,4 litr ayrılıbsa, 11,2 litr ayrılması üçün x qram. X da 40-dan 2 dəfə az, yəni 20 qram edəcəkdir. B variantı üçüncü sualda düzgün cavabdır. Dördüncü suala nəzər yetiririk. Deməli, tərkibində 20% mis-2 oksid olan mis və mis 2 oksid qarışığının duru sulfat ilə reaksiyasından 64 qram mis sulfat alınarsa, götürülən qarışığın kütləsini hesablayın. Bilirik ki, mis duru sulfat ilə reaksiyaya daxil olmayacaq. Mis 2 oksid idisə, daxil olduqda mis sulfat və su əmələ gətirəcək. Deməli, 80 qram mis 2 oksiddən 160 qram mis sulfat əmələ gəlirsə, 64 qram mis sulfata Y qədər mis oksid sərf olunar. Y də nəyə bərabərdir buradan? Hesablasaq, 64 vur 80 bölünsün 160 edər 32 qram. Və aldığımız 32 qram 20% təşkil edir. Çünki şərtdə deyil, mis 2 oksidin kütləsi 20%dir. 32 qram 20%dirsə, başlanğıc qarışıqsa 100% olur. 100% nə qədərdir? X-dir. X-i da buradan 160 taparıq. Y variantı 4-cü sualda düzgün cavabdır. 5-ci suala gəlin nəzər yetirək, bir məhlul məsələsidir. Deməli, 200 qram 20%-li məhlula neçə qram 30%-li məhlula qarşılamaq lazımdır ki, 25%-li məhlul alınsın. Deməli, bunun üçün bizim düsturumuz var. 5-ci sualda. Düsturumuz var. M1 omega 1 üzərinə gəlinsin. M2 omega 2 bərabərdir. M son omega son. M1 200'dür, omega 1 20'dir. Üzerine gel M2 lazımdı bize. Onu ile M2 olarak kalsın. Omega 2 30'dur. M son ise 200 ile M2'nin cəmidir. Omega son ise 25'dir. Buradan təyin edirik 4000. Üzerine gəlinsin 30 M2 bərabərdir 5000. Üzerine gələ 25 M2. Buradan da 5 M2 bərabərdir 1000'ə. M2 ise bərabərdir 200'ə. Düzgün cavab C variantı 200 olacaq 5-ci sualda. 6-cı suala nəzər yetirək.
Deməli, 5 mol natrium, kalium ortofosfat saxlayan məhlulda duzun dissosiasiya dərəcəsi 30%dirsə, əmələ gələn iyonları müəyyən edin. 6-cı sualda. Deməli, əvvəlcə gəlin dissosiasiya prosesini yazaq. Kalium iyonu 2 mol və PO4-3 iyonu əmələ gəlib. 6-cı sual. Deyir 1.5 mol anion əmələ gəlib. Baxın 5 molunun 5 mol parçalanır və 30 mol demək, daha doğrusu dissosiasiya dərəcəsi 30 dərəcədir. Dissosiasiya dərəcəsi 30%dir. Deməli, biz görürük ki 1.5 mol anion deyir. 1 molu parçalananda 1 mol anion əmələ gəlirsə, 5 moluna 5 mol anion əmələ gələr. Nə vaxt? 5 mol anion nə vaxt əmələ gəlir? Dissosiasiya dərəcəsi 100% olanda, amma bizdə 30%dir. 30-a x qədər anion əmələ gəlir. X elədi 1.5. Deməli 1 düzgündür. 2-yə nəzər yetirək. 5 mol kation əmələ gəlir. Baxın, kationlar 1 mol parçalananda 3 mol kation əmələ gəlirsə, 5 mol parçalananda 15 mol kation əmələ gəlir. Nə vaxt? Dissosiasiya dərəcəsi 100% olanda. Amma 30% olanda nə qədər əmələ gələcək? Artıq x qədər. X də təyin edirik. 4.5 edir. Amma bizə 5 verib, səhvdir yəni. 3-ə nəzər yetirək. 5 mol PO4 iyonu. Baxın, yenə elə zaten PO4 iyonu yeganə aniondur. 1-dəki kimi də. 1 molundan 1 mol PO4 isə 5 molundan 5 mol PO4 iyonu əmələ gəlir. Dissosiasiya dərəcəsi 100% olanda. 30% olanda nə qədər olacaq? X qədər. X də eləyir buradan 1.5. Yəni 3-də 1.5 olmalı idi. Səhvdir. 4-də 3 mol kation, daha doğrusu kalium iyonu. 1 moluna 2 mol kalium əmələ gəlir. 5 molundan 10 mol kalium. 10 mol kalium nə vaxt əmələ gəlir? 100% olanda dissosiasiya dərəcəsi. Bəs 30% olanda nə qədər əmələ gəlir? X qədər. X də eləyəcək 1.5. Deməli, X də edir 1.5. Aha. Sonra, deməli, buradan isə hesablama səhvi eləmədik. 1 moldan 2 mol əmələ gəlirsə, kalium. 1 moldan 2 mol kalium əmələ gəldi, düzdürmü? 5 moldan 10 mol. Burada biz deməli 300-ü 100-ə böləndə 3 qalır. Bəli, 1.5 yox, 3 qalır. 4-də 3. Bəli, 3 mol kalium iyonu düzgündür. Deməli, 4-cü də bizdə düzgün variantdır. Sonra 5-ə nəzər yetirək. 1.5 mol natrium iyonu. 1.5 mol natrium iyonu. 1 molu parçalandıqda duzun 1 mol natrium iyonu əmələ gəlir. 5 molu parçalandı. 5 mol natrium iyonu nə vaxt 5 mol natrium iyonu əmələ gəlir? 5 natrium nə vaxt 100% dissosiasiya dərəcəsi olanda. Bəs 30% nə qədər olar? X qədər. X də eləyəcək 1.5. Düz deyir? Yəni 1.5 qədər alınır. Və 6-cıya da nəzər yetirək. 6 mol ümumi iyon. Baxın, duzun 1 molun parçalandığı zaman 2, 3 və 4. 4 mol ümumi iyon əmələ gəlir. 5 moluna isə 20 mol ümumi iyon. Ümumi iyonu 20 nə vaxt 100% dissosiasiya dərəcəsi olanda. Bəs 30% nə qədər olur? X. X da bərabərdir buradan 6-ya. 6-cı da düzgün cavabdır. Deməli, düzgün cavab burada 1, 4, 5 və 6. A variantı 6-cı sualda düzgün cavab olacaq. Aha. Yəni bu dissosiasiya prosesinə aid belə bir sual idi. Aha. İndi gəlin növbəti sualımıza nəzər yetirək. 7-ci suala. 7-ci suala nəzər yetirək. Lövhəmizi təmizləyək. Yedinci sualı oxuyaq. Deməli, karbohidrogenin 0,2 molu 0,4 mol brom birləşdirir. Birləşdirir, yandıqda 0,8 mol su əmələ gətirir və karbohidrogenin hissi molekul kütləsini təyin etməliyik biz. Nəzər yetirək 7-yə. Deməli, bunu 0,2 molu, daha doğrusu 0,2 molu 0,4 mol brom birləşdirirsə, 1 mol nə qədər brom birləşdirir? A qədər. A deyilədi 2 mol brom. Yəni 2 mol brom birləşdirirsə, deməli, burada 2 dənə pi rabitəsi var. Bu hansı maddə ola bilər? CnH2n çıxılsın 2 ola bilər. Ya alkindir, ya da alkendir də. Daha doğrusu ya alkindir, ya da alkadiyendir və hər ikisi də zaten siflər arası izomerdə bu formula uyğundur. İndi biz də görürük ki, 0,2 moluna 0,8 mol su əmələ gəlirsə, 1 molla nə qədər su əmələ gedər? B qədər. B deyilədir 4 mol su. 4 mol suda nə qədər hidrogen var?
8 hidrogen. Onda 2 çıxsın 2 bərabər edirəm 8-ə. 2 bərabərdir 10-a, n də bərabərdir 5-ə. Maddə nədir? C5H8. Və bizə onun nisbi molekul kütləsini istəyir. 12 vuraq 5 üstünə gələk 8 edir 68. A variantı 7-də düzgün cavab olacaqdır. 8-ə nəzər yetirək. Reaksiyaya əsasən həcmi 2 litr olan ağzı bağlı qabda 0,6 mol A. Daha sonra 0,6 mol B və 0,8 mol C maddələri olduqda sistem tarazlıq halında olur. Sabit temperaturda qabın həcmini dəyişdikdə yeni tarazlıq yaranır və A-nın mol sayı 1 olur. Qabın həcmini litrlə müəyyən edin. 8-dən. Deməli, A-dan əmələ gəldi B və C. Və baxın, əvvəldə bizə molu verib və V-ni verib də, yəni ki, həcmi. Biz qatlığı tapmaq üçün molu həcmə bölməliyik. Bunların tarazlıq qatlığını tapmaq üçün 0,6-nı 2-yə bölərəm 0,3 A-da, 0,6-nı 2-yə bölərəm yenə 0,3 B-də, 0,8-i 2-yə bölərək 0,4 isə C-də olur. Və buradan K-nı tapsaq, 0,4 vur 0,3 bölsün 0,3. Edir 0,4. Ağzı bu qapalı qab olduğuna görə K-nın, yəni tarazlıq sabitinin qiyməti dəyişməyəcək. Və görürük ki, reaksiya üzrə reaksiya sola doğru yönəlib. Niyə? Çünki A-nın qatlığı artıb. A-nın qatlığı artıb. Təzədən yenidən tarazlıq halı üçün yenə başlanğıc tarazlıq sərf olunan molları yazaq. Deməli, bayaq verilən mollar var idi. A 0,6, B 0,6, C 0,8. İkinci tarazlıq halında onlar başlanğıc tarazlıq halındakı mollar idi. Amma ikinci tarazlıq qatlığı üçün onlar başlanğıc mol rolunu oynayır. Və A-nın tarazlıq qatlığı 1-dir. Nə qədər artıb? 0,4 qədər artıbdır. Deməli, B və C 0,4 qədər sərf olunub. Aydındır mı? 0,4 qədər bu sərf olunub, 0,4 qədər də bu. 0,6-dan 0,4-ü çıxırıq. Bunun tarazlıq qatlığı eləyir 0,2. 0,8-dən 0,4-ü çıxırıq. Bu da eləyir 0,4. A-nı da zaten verib 1. İndi bizə nə istəyir? Həcmi istəyir. K da bəllidir ki 0,4-dür. Çünki qapalı qabda dəyişmir də tarazlıq sabiti. 0,4 bərabərdir nəyə? 0,2 bölünsün V, vurulsun 0,4 bölünsün V və 1 bölünsün V. Buradan da deməli biz yazarıq buradan nə? 0,4 bərabərdir. 0,2 vursun 0,4 deməli V yuxarı qalxar. Buranı aşağıdan yazaq gərək biraz aydın olsun. Deməli yazırıq ki 0,4 bərabərdir. 0,2 vurulsun 0,4 vurulsun. V, bu V yuxarı qalır. V kvadratlar isə aşağı düşür. Kvadratı. V kvadrat isə aşağı düşür. Yəni riyazi olaraq və 0,4-də ixtisar gedir. Burada V nəyə bərabər olur? 0,2-yə bərabər olur. Yəni 0,2 düzgün cavab olacaqdır. Burada da düzgün cavab nədir? B variantı 0,2-dir. Növbəti sualımıza nəzər yetirək. Növbəti sualımız 9-cu sual. Nəfəmiz təmizləyək. Deyir, hansı neftin fraksiyası deyil? Deməli, neftin birinci dərəcəli distilləsindən, hansı ki fiziki üsuldur. Oradan mazot, kerazin, liqrol, qazol, benzin alınırdı. Amma benzol alınmırdı. Benzol alınmır çünki benzol yəni saf maddədir, qarışıq deyil. 9-da düzgün cavab D variantıdır. 10-cu suala nəzər yetirək. 10-cu suala nəzər yetirək. Doymuş bir atomlu spirtin D hidratlaşmasına ana sadə evrim molekül kütləsi 46 qram bölsün moldur. Spirtin 1 molunun yanmasına sərf olan oksigenin mol sayı N olarsa, N-i hesablayaq. Deməli, reaksiyamızı yazaq. CnH2 üstə gəlsin 1 OH və temperaturu burada əlbəttə ki 140-dan kiçikdirsə sadə efir alınır. Sadə efiri elə 2 radikallı formada yaza bilərik belə. Üstə gəlsin 1. Və nə əmələ gəldi? Su əmələ gəldi. Buradan əlbəttə 2 mol. Deməli,
Nədir bizdə? Nədir bizdə? Alda sadefri maliyyə kütləsi. Sadefri maliyyə kütləsi nəyə bərabərdir? 2 vuraq 14n üstə gəl 1, yəni radikalların kütləsi, üstə gəl oksigenin kütləsi. Bərabərdir 46-ya. Buradan da alırıq 28n bərabər 28-ə, n də bərabərdir 1-ə. N 1-ə bərabər. Deməli, bu nə imiş? Hansı spirt imiş? CH3OH. Metanol imiş. İndi metanolu gəlin yandıraq oksigende. Karbon qazı əmələ gəlir və su əmələ gəlir. Aha, 2 buraya yazaq. 2, 3 oksigenə, 4 də suya. İndi bizə nə istəyir? 2 molu yanan zaman 3 mol oksigen əmələ gəlirsə, 1 molu yanan zaman n qədər oksigen. Bizdən bu n istəyir. N də edir 1/5. B variantı düzgün cavabdır 10-cu sualda. 11-ci suala nəzər yetirək. Ozonator cihazına aid bir məsələdir. Lüfəmizi təmizləyək. Deməli, sualı oxuyaq. 60 litr oksigen ozonator cihazından keçirdikdə 9 litr ozon alınır. Oksigen həcmcə neçə faizi ozona çevrilmişdir? Gəlin 11-ci suala nəzər yetirək. Deməli, 3 mol oksigen əmələ gətirir 2 mol ozon və belə deyək, 60 litr oksigen ozonator cihazına keçirir, 9 litr ozon alınır. Oksigen həcmcə neçə faizi ozona çevrilmişdir? 3 mol oksigen keçdikdə 2 mol ozon əmələ gəlirsə, 9 litr ozon əmələ gəlibsə, daha doğrusu burada 10 olmalıydı. 10 ozon əmələ gəlibsə, 10 mol ozon əmələ gəlibsə, nə qədər reaksiyaya daxil olar oksigen? X qədər və X da burada edir 15. Burada 10 litr ozon alınır olmalıdır. X 15 deməli, bu zaman 15 mol oksigen reaksiyaya daxil olar. Yəni 15 qədəri ozona çevrilər oksigenin. Və 60 litr oksigen daxil olub. 60 litr 100%dirsə, 15 litr isə Y faizdir. Y də nəyə bərabər olar buradan? Y də bərabər olacaqdır. 15 vurulsun 100 bölünsün 60. O da edər deməli. 50 bölə 2 necə 25. Həcmcə neçə faizi? 25 faizi. 25 faizini təşkil edir. D variantı düzgün cavabdır 11-ci sualda. 12-ci suala nəzər yetirək. Reduksiyacının verdiyi elektronların ümumi sayı 3-ənə olarsa, əmələ gələn reduksiya məhsullarının mol sayını müəyyən edin. Yəni, əvvəlcə reaksiyamızı yazaq, onu əmsallaşdıraq, elektron köçürlərinə nəzər yetirək. NO və su. Düzdürmü? İndi, burada oksijen dərəcələr dəyişən misdir birincisi. Mis 0-dan gəlib mis müsbət 2-yə. Mənfi 2 elektron. Reduksiya edicidir. Oksidləşmə prosesi. Azot da müsbət 5-dən gəlib müsbət 2-yə. Gəlib müsbət 2-yə. Müsbət 3 elektron. Oksidləşdiricidir. Reduksiya prosesini həyata keçirir. 2, 3 və 3, 2. 3'ü yazaq misin qarşısına. 2'ni də bura yazaq. Və bu zaman 8 nitratın qarşısına düşər. 4 də suyun qarşısına. Bizə nə istəyir indi? Reduksiyacının verdiyi elektronların ümumi sayı 3Na olarsa. Reduksiya edicinin biri, bir ədədi, 1 molu, 2 mol elektron verir. Bizdə bu 3 reduksiyacaq 3 moldur da reaksiyada. Deməli 3 vurulsun 2. Biri 2 dənə veribsə 3'ü 2 vur 3. 2 vur 3, yəni 6 elektron verir. Bu zaman əmələ gələn reduksiya məhsulu 2 mol. Yəni 2 mol NO əmələ gələrsə. Daha doğrusu 2 mol NO əmələ gəlir. Bəs 3Na qədər elektron versəm, nə qədər əmələ gələr? X qədər. Yəni 6Na-da 2 əmələ gəlir. 3-də nə qədər olar? X qədər. X də bərabərdir 1-ə. 1-ə bərabər olacaqdır. D variantı 12-də düzgün cavab olacaq. 13-ə nəzər yetirək.
13-cü sual. 50 qram etanol və etanol qarşılığına natriumla təsir etdikdə 11,2 litr hidrogen qazı əmələ gəlirsə, qarşılıqda spirtin kütlə payını hesablayın. Deməli, C2H5OH-ın üzərinə natrium gəlirik. C2H5O natrium və hidrogen ayrılır. 2 bura, 2 bura, 2 də bura. Düzdürmü? Və CH3C oksigen hidrogen. Bu isə reaksiyaya, yəni etanol hidrogenlə reaksiya daxil olmur da. Ümumi neçə qramdır? 50 qram. 50 qram, düzdürmü? 50 qram. Aha, indi bizə nə istəyir burada? 11,2 litr hidrogen qazı ayrılır. 2 mol spirtdən 1 mol hidrogen qazı ayrılırsa, 1 mol spirtdən nə qədər ayrılar? Daha doğrusu 1 mol yox, belə deməyək də. 1 mol və yaxud da 22,4 litrdirsə, 11,2 litr və yaxud da 0,5 mol hidrogen ayrılan zaman nə qədəri daxil olur? Spirtin x qədər. X da edir buradan 1 mol. Yəni 1 mol daxil olur spirt. 1 mol spirtdən C2H5OH-ın 1 molu 46 qramdır. Yəni 50-nin 46 qramı spirtdir, 4 qram isə etanoldur. Etanol. Bizə nə istəyir burada? Spirtin kütlə payını. Omega spirt də bərabərdir. 46-nı bölərik ümumi kütləyə 50-yə, yəni vurarıq 100-ə. Bu da eləyir 92. 92%. 92. Y variantı düzgün cavabdır. 13-cü sualdır. 14-də nəzər yetirək. Əvvəlcə lövhəmizi təmizləyək. Daha sonra 14-cü sual nəzər yetiririk. Deməli, birləşmənin 39,6 qramında 4,8 qram maqnezium varsa, eni müəyyən edək. Deməli, 39,6 qramında 4,8 qram maqnezium varsa, bəs bunun kütləsinə qədərdir? 2 vurulsun 14 n üzərinə gəlinsin 45 bu tərəfdir. Üstünə gəlir 24 maqnezium var axı burada. Bəs bu qədərində nə qədər maqnezium var? 24 qram. Yəni, sadə tənasüblə həll edirik. Buradan alarıq, ona vursaq hər tərəfi 396 vurulsun 24 bərabərdir 48 vurulsun 28 n üzərinə gəlsin 114. Aha, bunları ixtisar apardıq 2 qaldı. 2 ilə də bu geçsə qaldı 198 bu tərəfdə. 198 bərabərdir 28 n üzərinə gəlsə 114-də. 28 n bərabərdir 84-də. N də bərabərdir 3-ə. Bizdən n istəyir zaten. Düzdürmü? N. Aha. C variantı düzgün cavab olacaq 14-də. 15-ə nəzər yetirək. Deməli. 15-ci sual. 5 mol su buxarı artıq miqdarda götürülmüş közəlmiş kömür üzərindən keçirilir. Reaksiya tam gedərsə neçə litr su qazı alınar? Deməli, karbon üzərinə su gəlir, nəticədə əmələ gəlir dəm qazı və hidrogen. Aha, indi 1 molundan bunun 44,8 litr qaz qarışığı ayrılır. Bəs 5 molundan 5 mol su buxarından nə qədər əmələ gəlir? X qədər. X da bərabərdir nəyə? X da bərabərdir. Bizdən deməli X istəyir də, düzdürmü? Közəlmişlərin tam reaksiya gəlsin, neçə litr su qazı alınar? 44,8-i biz 5-ə vurmalıyıq. O da eləyir, bəli, X da eləyəcək. 44,8-i 5-ə vuranda 224. B variantı düzgün cavab olacaqdır 15-ci sualda. 16-cı sual nəzər yetirək. Deməli, 16-cı sualda nə istəyir? 200 qram 14% kalium hidroksidi məhlulu almaq üçün lazım olan kalium hidrit və suyun kütlələrini qramla hesablamaq lazımdır. Aha, gəlin lövhəmizi təmizləyək və hesablamamızı aparaq. Deməli, 200 qram 14% kalium OH məhlulunda qələminin kütləsini hesablayaq əvvəlcə. Qələminin kütləsi nəyə bərabər olar? 200 vurulsun 14 bölünsün 100, yəni 28 qram kalium OH var bizdə. Və kalium hidritdən kalium hidroksidin alınma reaksiyasının təhlilini yazmalıyıq biz. Sünə reaksiyasının kalium hidroksid və hidrogen qazı. Təhlildən görünür ki,
1 mol, yəni 40 qram kalium hidrit su ilə tam reaksiyaya daxil olduqda 1 mol kalium OH əmələ gəlir və 1 mol, yəni 2 qramda hidrogen qazı ayrılır. Onda 28 qram kalium OH alınan zaman reaksiyaya daxil olan kalium hidridin və alınan hidrogenin kütləsini hesablamalıyıq. Deməli, 56 qram kalium hidroksid üçün 40 qram kalium hidrid sərf olundu və 2 qram da hidrogen ayrıldı. Bəs 28 qram olanda nə qədər kalium hidrid? 2 dəfə az 20 qram kalium hidrid sərf olunmalıdır və 1 qram da hidrogen ayrılmalıdır. İndi, deməli 20 qram kalium hidridin su ilə tam reaksiyaya daxil olunduqda 28 qram kalium OH alınır və məhluldan 1 qram hidrogen qazı ayrılır. Onda 200 qram məhlul alınan zaman lazım olan suyun kütləsini hesablamaq üçün məhlulun kütləsinə, yəni 200-ə su əlavə etdiyimiz hidridin kütləsini çıxıb, üzərinə məhluldan ayrılan hidrogenin kütləsini almalıyıq. 200-dən deməli 20-ni çıxırıq və üzərinə 1-i gəlir, nəticədə 181 qram alınır. Suyun kütləsi 181 qramdır. Deməli, yəni 20 qram kalium hidrid 181 qram suda həll olur və nəticədə 28 qram kalium hidroksid əmələ gəlir və 1 qram hidrogen qazı ayrılır. Məhlulun kütləsi isə deməli 181 su, 20 qram kalium hidridin kütləsi, 1 qram isə qaz axı məhluldan çıxmalıdır. Biz 1 qram hidrogen ayrıldı. Onu çıxırıq, nəticədə qalır 200 qram. Deməli, kalium hidrid 200 qramdır, amma bizdən deməli suyun kütləsi isə kalium hidridin kütləsi daha doğrusu 20 qramdır. Bizdən kalium hidridi istəyir, məhlulu yox. Bayaq 20 almışdıq. Kalium hidridi 20-dir, amma suyun kütləsi isə 181 qram aldıq. 181. Deməli, C variantı düzgün cavabdır. 16-cı sualda 17-yə nəzər yetirək. 17-ci suala nəzər yetirək. Lövhəmizi təmizləyək əvvəlcə. Gəlin lövhəmizi təmizləyək. On 17-ci sualda. Deməli, amoniakın sintez zamanı azot və hidrogenin qatıqları uyğun olaraq 0,5 və 0,2 mol bölünsün litr olduqda kimyəvi reaksiyanın sürəti 0,2 mol bölünsün litr saniyəsi reaksiyanın sürət sabitini hesablayın. 17-ci suala baxırıq. 17. Deməli, tənliyimiz məlumdur da 3 mol hidrogenlə reaksiyaya daxil olur, 2 mol amoniak əmələ gətirir və kinetik tənliyi yazsaq V bərabərdir K vurulsun, C2 vurulsun, C üstü hidrogen üstü 3-dür, deyilmi? Əmsalı qüvvət formasında yazarıq. Bunun K-nı tapmaq üçün sürəti veriblər elə bizə gəlin birbaşa yazaq. 0,02 sürəti verib, 1000-2 daha doğrusu. Və 0,5 azotdadır, hidrogenda isə 0,2 üstü 3-dür. Və bunlar ixtisar gedəndə də biz buradan alacağıq 0,2 vur 0,5 və 1 bölünsün həmin ifadə. Oradan da 0,5-i alarıq. D variantı 0,5 düzgün cavab olacaqdır. 17-də düzgün cavab D variantı 0,5. 18-ə nəzər yetirək. Elektron formulu verilmiş hansı atom üçün Y2 Y1-dən dəfələrlə böyükdür? Yəni, burada Y2 və Y1 atom uyğun olaraq ikinci və üçüncülü iyonlaşma enerjiləridir. Deməli, atomun daxili təbəqəsində olan elektronları xarici təbəqədə olan elektronları nisbətən nüvə ətrafından daha çox cəzb olunduğuna görə onlar daha çətin ayrılır. Baxın, yəni Y2 bir dənə model çəkirəm indi bir dənə. Deməli, müsbət üçün nüvə olsun bu. Bu da təbəqələr. Biraz əyri də çəksək. Deməli, deyir ki, Y2 Y1-dən dəfələrlə böyükdür. Deməli, bunlar ayrı-ayrı təbəqələrdən qopur. Tutaq ki, Y1-də xarici təbəqədən bir dənə elektron qopardamsa, bu Y1-dir. Artıq Y2 ikinci təbəqədən qopub ki, dəfələrlə böyükdür Y1-dən. Aydındırmı? Niyə? Çünki axı o ikinci təbəqə nüvəyə daha yaxındır. Ondan elektron qoparmaq üçün mən daha çox enerji sərf edeyim. Ona görə bu enerjilər arasında fərq böyükdür. Yəni, dəfələrlə böyük göstərilir ona görə.
Bizdə də nə istəyir? Y2 Y1-dən böyük olsun da. Yəni ikinci təbəqədə birincidən böyük olsun. A variantının konfigurasiyasına baxaq. 1S2, 2S1. Xarici təbəqədə 1-də nədir? Y1-i sərf elədim o 1-i qoparmaq üçün. İndi daxili təbəqədə də 2 elektron varsa, onlardan məsələn birincisini qoparmaq üçün Y2 qədər enerji sərf edərəm və həmin Y2 daxildən qopartdığım üçün Y1-dən dəfələrlə böyük olar. Elə A variantı, yəni bu testimizə uyğun cavab olacaqdır. Aha, 18. 19-a nəzər yetirək. 19-da. Deməli, sikloalkan molekulunda hidrogen atomlarının sayı 2 üstə gəlsin 4 olarsa, hibrid orbitallarının sayını tapın. Ümumi formu CnH2 H2N'dir və hidrogen dirsi 2N üstə gəl 4-dür. Yəni 4 vahid çoxdur da düsturdan. Neçədən CH2 qədər fərqlənir? 2 mol CH2 qədər fərqlənir. 2 vur 2, 4 dənə hidrogen çoxdursa, deməli 2 mol CH2 qədər fərq var burada. Və hibrid orbitallar normalda 4N-dirsə, 2 mol CH2-də, 1 dənə CH2-də sp3-dür hibrid orbitallarda. Yəni 4 dənədir də, 4 hibrid orbital var. 1s 3p. 2 mol CH2-də, 2 mol metilində isə 4 vur 2, 8 qədər hibrid orbitalı var. 4N idi düsturu əsasən, üstünə də 8 gəlir. 4-ün üstə gəlinsin 8. D variantı düzgün cavab olacaq. 19-cu sualda. 20-yə baxaq indi. 20-ci sual nəzərə yetirək. 20. Bir yağ molekulunda 57 karbon və 100 hidrogen atomu var. Yağın tərkibindəki turşu qalıqları doymamışdır və eyni sayda karbon atomu olur. Bu yağın 1 molu tam hidrogenləşdirmək üçün lazım olan hidrogen atomunun sayını müəyyən edin. Müəyyən edək. Deməli, üzrlü sayın, gliserinin bilirsiniz ki, mürəkkəb efiridir yağlar. CO. Hər bir yağın olan. İndi bunlarda nə var? Radikallar var da. R2 və R3 radikalı var. Düzdürmü? İndi burada 57 karbon və 100 hidrogen atomu var. Baxın. Bu yağın ümumi hissəsi, yəni hər bir yağda olan hissə bu hissədir də. Burada nə qədər oksigen var? 6 dənə oksigen atomu var, 5 dənə də hidrogen atomu var, düzdürmü? 57 karbon, 100 hidrogen. 100 hidrogendən 5-i bunun içərisindədir, gliserin molekulunun içərisindədir. Deməli 95 dənəsi 95 hidrogen radikalların içərisindədir. Həmçinin karbonlardan da 6 dənə karbon var da bu hissədən. Və 6 karbon var. 57 karbonun 6-sı gliserin içərisindədirsə, 57 çıx 6, 51-i də radikalların içərisində olmalıdır. Deməli, R1, R2, R3 radikalında cəmi 51 dənə karbon saxlayır və 95 hidrogeni var. İndi biz nə edirik burada? Aha. Yazırıq. Hansı radikallar ola bilər? R3 C17-dir bilirik. HX, C17HY və C17HZ. Deməli, burada X-dan Y-in, Z-in cəmi neçə olmalıdır? Hidrogenlərin cəmi 95 olmalıdır. Radikalların tam doymuş hala, yəni C17H35 halına keçməsi üçün R1, R2, R3 radikallarının cəmində 105 hidrogen atomu olmalıdır. Amma burada 95 dənə hidrogen atomu var. Deməli, bir yağ molekulu tam hidrogenləşməsi üçün 105 çıxaq 95. Nə qədər? 10 hidrogen atomu lazımdır. Elə cavabımız 10 hidrogen. Bunu moldan istəsə, məsələn 5 mol hidrogen deyə bilərik, amma atomdan istəyir də bizdə, düzdürmü? Hidrogen atomlarının sayı 10 hidrogen atomu lazımdır bizə. D variantı düzgün cavab olacaq. 21-ci suala nəzər yetirək. Lövhəmizi təmizləyək əvvəlcə. Onu qeyd edim ki, sizinlə mən FES Akademinin kimya üzrə təlimçisi Həşimova Fatimə müəllimədir. Dərslərimiz haqqında ətraflı məlumat üçün 055 527 25 99 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 21-ci suala nəzər yetiririk. 21. Deməli, bizə nə veribdi? Elektron formulları veriblər. X, Y əmələ gətirir biləşmə. Bunun üçün nə edirdik biz? Biləşmə əmələ gətirən zaman birinci qrupları təyin edirik. Birinci maddə 3s2-dir, yəni üçüncü qrupdur.
İkinci maddə isə 3s2 3p1-dir, yəni x 3-cü qrup elementidir. Y isə 2, 4, 6-cı qrup elementidir. 6. Biz nə deyirdik? Qrupu kiçik olan bütün elektronlarını verir. 3 dənə elektronu varsa 3-ünü də verdi, oldu müsbət 3. Qrupu böyük olan isə özünü 8-ə tamamlamaq üçün elektron alır. 6 da 8-ə tamamlamaq üçün 2 dənə elektron çatmır. 2 dənə elektronu aldı. İndi x müsbət 3, y də mənfi 2. 2 bunun ayağına düşür, 3 də y-in ayağına. Ya daha doğrusu indeksinə. x2, y3. C variantı düzgün cavab olacaq. 22-ci suala nəzər yetirək. 22-yə. Element baş oksidinin formulu verib hidrogenli birləşməsinin mövzudu. Baş oksidinin formulu X2O3-dürsə, deməli o 3-cü qrup elementidir. Və onların da hidrogenli birləşməsində RH3 tipli birləşmə əmələ gətirirlər. 22-də C olacaq düzgün cavab. 23-də X mol azot və Y mol oksigendən ibarət qaz qarşılığının orta molekyul kütləsini hesablayın. M ortanın necə tapırdıq? M1, N1, M1 üzərinə gəlinsin. N2, M2 bölünsün. N1 üzərinə gəlsin N2. N1 nə qədərdir? N1 x-dır. M1 28-dir. N2 y-dir. M2 32-dir. Cəmi də x üstə gəl y. Yerinə qoyuruq və D variantı 23-də düzgün cavabdır. 24-cü sual nəzərə yetirək. Aha, yuxarıdadır. X, Y maddələrinin molekülləri arasındakı münasibət hansı halda doğru verilmişdir? Deməli, Y-in 0,5 molu 20 qramdırsa, 1 molu nə qədərdir? 40. 1 molu. Y-in 1 molu 40. Aha. İndi yenə X-in 0,5 mol 60 qramdırsa, 1 molu 120 qramdır. 1 mol X. Aha. İndi bizə nə istəyir burada? Onlar kütlələr arasındakı münasibət. Yəni 3y bərabərdir X yaza bilərik də biz. 3-ü 40-a vuranda çünki 120 edir. A variantı 3x bərabərdir 3y ifadəsi uyğundur bura. 25-ci suala nəzər yetirək. Maddə verib X2O3, atom sayısı 0,5, kütləsi 16. Deməli, 16 qramında bunun 0,5 n-a qədər atom var. Bəs bunun emeri nə qədərdir? 2x üstə gəlinsin 48-dir. Orada nə qədər atom var? Bəs 2x 3 dənə də oksigen 5 n-a qədər atom var. Düzdürmü? Buradan da alarıq 2x üstə gəlir 48 bərabərdir 160-a. İxtisar gedir bunlar. Aha. Və buradan da 2x bərabərdir 112-yə, x də bərabərdir 56-ya. Elementin nisbi atom kütləsi neçədir? D 56. 26-ya nəzər yetirək. Ammonium xlorid və dəm qazı üçün ümumi olan ifadələr görək hansılardır? Kimyəvi xassələri eynidir. Xeyr, kimyəvi xassələri eynidir deyə bilmərik. Sonra donor akseptor rabitəsi var. Bəli, hər ikisində donor akseptor rabitəsi var. Və azot və oksigenin valentlikləri eynidir. Aha, bəli, biz bilirik ki, deməli, burada nə istəyir? Azotun və oksigenin valentliklərinin eyni olmasını bizdən istəyir. Biz də bilirik ki, dəm qazının tərkibindəki oksigen neçə valentlidir? Oksigen bütün birləşmələrdə 2 valentli olurdu. Sadəcə olaraq bircə dəm qazının tərkibində. Dəm qazı istisnaydı. Dəm qazında 3 valentlik göstərirdi. Yəni bundan nəzəri olaraq məlumatımız var. Və bizdən deyir ki, azot və oksigenin valentlikləri eynidir. Amoniyakda valentlik 3 idi. Amma ammoniyak ionunda artıq 4-ə keçirdi. Oksidaşma dərəcələri dəyişmirdi, lakin valentlik bir vahid artırdı donor akseptor rabitəyə keçən zaman. Yəni burada artıq azotun valentliyi 4-dür, oksigen isə 3-dür. Bu burada ortaq cəhətdir deyə bilmərik 3-cü ifadə üçün. Yalnız 2 ortaq cəhətdir. 26-cı sualda. Ona görə B variantı düzgün cavabdır 26-da. Sonra 27-yə nəzər yetirək. Molekuldakı kovalent rabitələrin sayını bizdən istəyir 27-də. Deməli, natrium
Natrium hidroortofosfatdır. Ümumi rabitələrin sayını axırıncı deməli elementin oksidaşma dərəcəsini indeksinə vururuq. 8. 8-dir ümumi rabitə sayı və ion rabitə nə edirdik? Kationun oksidaşma dərəcəsini onun indeksinə vururduq. Deməli, 8-dən x nədir? İondur. 6-sı nədir? Kovalentdir. Burada həmçinin natrium dihidroortofosfatda da həmçinin 8-dən artıq burada 1-i ion olacaq. 1 vur 1 ion. 7'si nədir? Kovalent rabitə olacaqdır. Sonra natrium ortofosfatda yenə 8-indən artıq 1 vur 3. 3 iondur. 5-i isə kovalent rabitədir. Bizə nə istəyir indi burada? Kovalent rabitələr sayını müqayisə edək. Ən çox 2-dədir, sonra 1-dədir, ən az isə 3-dədir. Aha. B variantı düzgün cavab olacaq 27-də. 28-ci suala nəzər yetirək. 28. Lütfəmizi təmizləyək. Aha, 28-ə nəzər yetir indi. Tanınmış məhlulda şəkərin kütlə payı 80% olarsa, həmin temperaturda şəkərin həll olma əmsalını təyin edin. K bərabərdir. Omega bölünsün 100 çıxılsın omega. O düsturdan 80 bölünsün 100 çıxılsın 80 vurulsun 1000. Buradan da alarıq ki, deməli 80 bölünsün 20 vurulsun 1000'ə. O da edir 4000. 28'də cavab 4000. A variantı düzgün cavab olacaq. 29-cu suala nəzər yetirək. 2 mol kalium sulfat məhlulundakı sulfat ionlarını çöktürmək üçün minimum neçə mol barium xlorid tələb olunur? 29-da neçə mol barium xlorid tələb olunur? Aha. Deməli, kalium sulfatı çöktürürük. Bunun üçün barium xlorid daha doğrusu kalium sulfatdaki sulfat ionunu çöktürürük. Burada barium sulfat çökür və 2 mol da kalium xlorid. İndi 1 moluna 1 mol lazımdırsa, 2 moluna da 2 mol lazımdır. Yəni 2 olacaqdır düzgün cavab. A variantı 2. 30'dan isim molekül kütləsi 324.000 olan nişasta makromolekulun tərkibindəki glukoza qalıqlarının sayını müəyyən edək. 30'da. Deməli, glikoza C6H10 O5 nişastanın monomeridir də bilirik ki. Və burada onun içi 162 N-dir. 162 N bərabərdirsə 324.000'ə və buradan N bərabərdir 2000. B variantı düzgün cavab olacaq 30'da. 31'də RH2 tipli uçucu birləşmə əmələ gətirən elementin baş oksidi və ümumi elektron formunu müəyyən edir. RH2 tipli uçucu birləşmə deyirsə, uçucu olmayan desəydi, hidrogen atomunun sayı qrupun nömrəsinə bərabər olardı. Amma uçucudur deyə, uçucu birləşmə deyir deyə. 8-dən hidrogenin sayını çıxırsa, eləyir 6. Deməli, bu 6-cı qrup elementidir. 6-cı qrup elementin də oksidi olur RO3 formada və NH2NP4 formasında da konfigurasiyası olur. B variantı düzgün cavabdır 31'də. 31'də B. 32'yə baxaq. 32'yə nəzər yetirək. 32. Aha. 32'də reaksiyada oksidaşdırıcı bir onda 5 mol elektron alarsa onun x mol reduksiya olar və y mol maddə isə oksidləşir. X, y cəmini hesablar. Gəlin yazaq. Deməli, burada kükürt mənfi 2-dən gəlib kükürt 0-a. Azot da müsbət 5-dən gəlib azot müsbət 2-yə. Mənfi 2 elektron burada, müsbət 3 elektron da burada. Reduksiya edici, oksidləşmə prosesi. Oksidləşdirici, reduksiya prosesi. Aha, 2, 3 və 3, 2. Gəlin əmsalları yazaq. Aha, 3'ü bura yazaq, 2'ni bura. Sonra 3'ü bura, 3'ü bura və 8 azot var deyə 8 nitratın qarşısına, 4'ü də suyun qarşısına yazarıq.
İndi bizə nə istəyir burada? 1.5 mol elektron alanda oksidləşdirici, x mol reduksiya oluna və y mol maddəsi oksidləşir, x, y cəmini hesablayın. Oksidləşdirici 3 mol elektron alan zaman 3 mol elektron alanda, yəni elektron keçidinə əsasən 2 mol reduksiya olunur, yəni 2 mol NO əmələ gəlir. Daha doğrusu onun 2 molu reduksiyaya olur, çünki 2 mol NO əmələ gəlir də. 3 molu isə oksidləşir. 3 molu oksidləşir. Aha. İndi bəs 1.5 olsa nə qədər olar? Yarı qədər. 2-nin yarısı 1 qədər. Yəni 2-nin yarısı 1 edər. 3-ün də yarısı 1.5. 2, 1 ilə 1.5-in də cəmi neçə edir? 2,5 edir. C variantı düzgün cavabdır. 32-də C variantı düzgün cavabdır. %33'ə nəzər yetirək. Aha, reaksiyanın müəyyən temperaturda tarzı sabiti 8 eyni temperaturda əksinə gedən reaksiyanın sürət sabiti 5 olarsa, düzdən gedən reaksiyanın sürət sabitini təyin etməliyik, biz hesablamalıyıq və bilirik ki, K nəyə bərabərdir? Tarzı sabiti bərabərdir. Böyük K yazaq buna. Aha. Düzdən gedən reaksiyanın sürət sabitinin K əksinə gedən reaksiyanın sürət sabitinin nisbətidir. Buradan da K düzü tapmaq üçün K düz bərabər olacaq. K vursun K əks, yəni 5 vursun 8 olur bizim testə görə, o da edir 40. A variantı düzgün cavabdır 33'də. 34'də ağ fosfor molekulunda rabitədə iştirak edən elektronların sayı ümumi elektronların neçə faizini təşkil edir? Ağ fosfor P4 formasında yazılır və biz onu bu formada yaza bilərik. Deməli, belə. Aha, baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 dənə elektron iştirak edir rabitə əmələ gəlmədən. Bir fosforda 5 elektron var. Bir fosforda 15 dənədir. 4 fosforda 15 vur 4 60 dənədir. 60 100%-dirsə, ümumi elektronlar 60-dır, 100% edir o da. İndi bəs rabitə əmələ gəlmədə iştirak edən neçədəndir? 12 dənə elektron. O nə qədər edir? X%. X-i də buradan alarıq. Deməli 20. 20% alarıq. C variantı düzgün cavabdır 34-də. 35-də vinil xlorid molekulunda hibrid orbitalların sayı nə qədərdir? Vinil xloridi yazaq. Aha. İkisi də sp2 hibrid halındadır karbon atomları. 3 burada, 3 də burada. Cəmi 6 hibrid orbitalı var. A variantı düzgün cavabdır 35-də. 36-ya nəzər yetirək. Lövhəmizi təmizləyək. Bir daha xatırlatmaq istəyirəm ki, sizinlə mən Fes Akademinin kimya üzrə təlimçisi Həşimova Fatimə müəllimədir. Dərslərimiz haqqında ətraflı məlumat almaq üçün 055 527 2599 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bugün sizinlə növbəti sertifikasiya tipli sınavımızın izahını həyata keçirin. 36. Aha. Deməli, cədvələ əsasən X, Y və Z-in X, Y və Z-in neytronlarını müəyyən eləməliyik. İndi X müsbət 2-dir. Görürük ki, elektron formulu, ionun elektron formuluna görə 18 dənə də elektronu. Bu zaman 20 proton olur. 40-da ayrıdır onun. Y-ə baxaq. Y-də -3-dür yük. Onun elektronu 18-dir. Bu zaman 15 protonu var. Ayrı isə 31-dir. Z-də nəzər salaq. Z-də 35-dir. 4s2 4p5 20 yox 4s2 4p5-sə artıq 3 onun dolub deməkdir. Bəli 35-dir və deməli 0-da da atomdursa deməli 35 dənə də protonu var, 80 də onun ayrıdır. Neytron sayıda bilirik ki, ayrı çıxılsın proton düsturu ilə tapılır. Bu zaman birincidə 40 çıxılsın 20 edər 20, ikincidə 31 çıx 15 edər 16, üçüncüdə isə 80 çıx 35 edər 45. 20, 16 və 45 D variantı düzgün cavabdır 36-da. 37-yə nəzərə yetirək. X elementi oksigen ilə R2O3 tipli amfoter birləşməli amfoter xassəli baş oksid əmələ gətirirsə, onun hidrogenli birləşməsi haqqında hansı fikir doğrudur? Amfoter deyir, baş oksid deyirsə, deməli R alüminiumdur da, yəni 3-cü qrup elementi alüminiumdur. 3-cü qrupdan alüminiumdur amfoter.
Və onun hidridi haqqında hansı birləşmə doğrudur, hansı ifadə doğrudur? R2H3 yox, RH3 tipli əmələ gətirir. Bir səhvdir. Uçucu birləşmə deyil, B səhvdir. RH3 tipli uçucu olmayan birləşmə əmələ gətirir. C variantı isə düzdür. 38-də isə düzgün cavab C-dir. 39 daha doğrusu 37-də. 37-də düzgün cavab C-dir. 36-da D-idi, bəli. 37-də isə C-dir. İndi 38-ə baxırıq. X və Y elementlərin əmələ gətirdiyi birləşmənin formulunu müəyyən edin. X-a baxaq. X deməli 4-cü dövr 6B-dir. Y isə ikinci dövr 6A-dır. İndi və əmələ gətirdikləri birləşmədə elektron sayı 32-dir. Bunların elektron formuluna baxırıqsa, deməli 6-cı qrup elementidir. Yəni burada elektron verəcək. X elektron verir 2 ədəd. Olur deməli X olacaq müsbət 2, Y isə 2 ədəd elektron alır, olur mənfi 2. Və deməli burada maddə bura hansı uyğun gələ bilər? Məsələn, xrom 2 oksidi nümunə göstərə bilərik. Çünki əmələ gəldiyi birləşmədə elektron sayını da verib bizə. Bu 2 olanda, ikisi alıb ikisi veribsə, mənfi 2 müsbət 2 formasında olanda, yəni 2 oksid olacaqdır. Buradan da bizə nə istəyir? Deyir ki, əmələ gəlin birləşmədə elektron sayı 32. Xromda bilirik 24-dür. Oksigində də 8-dir də elektron sayı atom halında. O da eləyir 32-nə. Yəni bu şərtimiz də ödənir. Formulamız nə olacaqdır? X, Y olacaq. A variantı 38-də düzgün cavabdır. 39-da qarşılıqların ayrılma üsulu veribdir 39-cu sualda. Lövhəmizi təmizləyək. Aha, 39-a baxaq, nəzər yetirək. Deməli, ayırma üsullarını, birincisi ayrıcı qıf, ikincisi buxarlandırma, üçüncüsü isə süzmə ilə ayrılmalıdır. Aha, indi ayrıcı qıfla ayrılırsa, bir dəqiqə lövhəmiz təmizləyək. Aha, tamam. 39-da. Ayrıcı qıflı ilə X nədirsə ayrıcı qıfla ayrılır. Yəni ki, ayrıcı qıfla biz nəyə ayırıq? Məsələn, yağla su bir-birində həll olmayan maye-mayəni ayırıq. Deməli, X emulsiyadır. Y ayrılması su buxarlandırmadır. Buxarlandırmadırsa, deməli, o həqiqi məhlul ola bilər. Məsələn, duzla su. Suspenziya Z-dir. Məsələn, qumla su aid ola bilər. Z-də suspenziya olacaq. Süzmə ilə ayrılırsa, deməli, suspenziyadır da. Y həqiqi məhlul, Y suspenziya, Z emulsiyası X oldu. C variantı düzgün cavabdır 39-da. 40-a nəzər yetirək. 100 litr azot və hidrogen qaz qarışığı reaksiyaya daxil olur. Bu zaman 40 litr hidrogen, yox 40 litr azot artıq qalır və X litr amoniak əmələ gəlirsə, X-ı təyin edir. Aha, deməli, reaksiyada olan, yəni reaksiyaya 20 litr azot artıq qalır reaksiyadan sonra. 40 litr azot qazı artıq qalır. Yox, daha doğrusu 40 litr azot qazı artıq qalır. 100 litr azot hidrogen qaz qarışığı reaksiyaya daxil olur. Bu zaman 40 litr azot qazı artıq qalır. Deməli, reaksiyaya daxil olan miqdar nə qədərdir? 100-dən 40-ı çıxaraq 60 litri reaksiyaya daxil olub. Düzdürmü? Normalda 4V, yəni 89,6 litr reaksiyaya daxil olanda 44,8, yəni 2 vuru 20,4 litr amoniak əmələ gəlir. Bəs 60 litr reaksiyaya daxil olanda nə qədər əmələ gələr? X qədər amoniak. Aydındır mı? Bizdə əmələ gələn amoniakı tapmalıyıq elə. O da eləyər 60 vur 44,8 bölü 89,6 62-yə bölürük. Deyir 30 litr.
30 litr. D variantı düzgün cavabdır 40-da. Son 41-ci suala nəzər yetirək. Deməli 124 qram natrium oksid suda həll edilərək 400 qram məhlul alınır. Alınan məhlulda həll olan maddənin kütlə payını hesablayaq. Deməli, natrium oksidi suda həll etdikdə o su ilə reaksiyaya daxil olub natrium hidroksidin suda məhlulunu əmələ gətirir. Bunu yazaq reaksiyanı. Aha. Və reaksiya tənliyindən biz görürük ki, 1 mol natrium oksidi, yəni ki 1 molda edir 62 qram. Natrium oksid su ilə tam reaksiyaya daxil olan zaman əmsallaşdırsaq 2 mol natrium hidroksid əmələ gəlir. 2 mol natrium hidroksid 80 qramdır. Onda bəs 124 qram natrium oksiddən alınan qələvinin kütləsini hesablamaq lazımdır bizə. 62-dən 80 qramdırsa, 124-dən x qədər olar. X qədər natrium hidroksid. X də buradan bərabərdir 160-a. Və bizdən məhluldakı kütlə payını istəyir. Deməli, omega məhlul 400-dür. 400-də 160 qram natrium hidroksid var. Və 160 böl 400 vurulsun 100 ifadəsindən biz 40% alarıq. D variantı 41-ci sualda da D variantı düzgün cavab olacaq. Növbəti sualımıza nəzər yetirək. Dəqiqən. Aha. 42-ci suala nəzər yetirək. Reaksiyadan istifadə edərək 2Z üstə gəlsin K bərabərdir 2D reaksiyasının isi effektini müəyyən etməyimizi istəyir. Baxın, 2D görürük ki, yəni D sağ tərəfdədir, Z isə sol tərəfdədir. Z-də baxın, Z burada birinci ifadədə sağdadır. Yəni onu sola keçirmək üçün gərək birinci tənliyi tərsinə çevirək. Həmçinin ixtisar gedənlərə baxsaq, 4 dənə x aşağıda var, 2 dənə x isə yuxarıda var. Deməli, ikinci tənliyi həm də 2-yə vurmalıyıq. Yəni, daha doğrusu birinci tənliyi həm də 2-yə vurmalıyıq ki, x-lar ixtisar gedə bilsin. Deməli, bizim aparacağımız əməliyyat birinci tənliyi 2-yə vurub çevirmək olacaqdır. Gəlin birbaşa o formada yazaq. 6Z üzərinə gəl 2y alınacaq 4x və əlbəttə ki, istilik effektinin qiyməti mənfisi müsbət olacaq və onu da 2-yə vurmalıyıq. 300 kilojolda bu elədir. Aşağıda isə 4x üstə gəlinsin 3k alınır 2y üzərinə gəlsin 6d və üzərinə gəlsin 300 kilojol. Bu olduğu kimi qalır. İndi isə gəlin ixtisar aparaq. İxtisar aparsaq 2y-lər ixtisar gedir, 4x-larda ixtisar gedir. Qalır 6z üzərinə gəlsin 3k, alındı 6d və üzərinə gəlsin 600 və biz görürük ki, bunları 3-ə ixtisar apara bilərik. Hər tərəfi 3-ə bölək. Əlbəttə, istilik effekti də bu zaman 3-ə bölünməlidir. 2z üzərinə gəlsin k, alınacaqdır deməli 2d üzərinə gəlsin 200. C variantı 42-ci sualda düzgün cavab olacaq. Yəni bizdə istilik effekti 200 olacaqdır. Aha. Gəlin 43-cü suala nəzər yetirək. Deməli, fosil hidrogendən ibarət qaz qarışığında protonların mol miqdarı neutronların mol miqdarından 1,25 dəfə çoxdur. Qarışığın heyvana görə sıxlığını hesablayaq. Deməli, biz də bilmirik də onlardan hərəsindən neçə moldur. Hərəsini birini x, digərini isə y mol götürək. Proton sayı nəyə bərabər olar? Fosforda 15-də 15x, hidrogəndə də 3-də 15x üstə gəlir 3x buradan, 2y də aşağıdakı hidrogendən olar. Neutron sayı isə bilirik hidrogen neytronu yoxdur və fosfor üçün isə 16x-a bərabər olacaqdır. İndi gəlin bunları, bu nisbəti, deməli 18x üstə gəl 2y bölünsün 16x. Bu nisbət edir, bizə verib 1,25, düzdürmü? 1,25. İndi, deməli, bunu həll etsək biz, buradan alarıq ki, 18x bərabərdir 18y-ə, deməli, 16x bərabər təmizdə 25-ə, və daha doğrusu buradan x bərabərdir y ifadəsi alınır. X y-ə bərabərdir.
Deməli, bu nəyi göstərir? Deməli, onların mol sayları bir-birinə bərabərdir. Biz də hər ikisini minimum, yəni 1 götürsək, o zaman qarışığın heliuma görə sıxlığı desək, deməli, biz ortanı tapmalıyıq, qarışığın orta molyar kütləsini. Bir vurulsun, fosfin qazında deməli 34-dür. 31, 3, 34. Üstə gətir 1 vursun 2 bölünsün 2-yə. Və buradan biz alarıq 18. 4, 36, 18 alarıq. Yəni o M orta 18 və D helium. Helium'a görə nisbi sıxlığını sizdən 18-i 4-ə bölməliyik. O da eləyəcəkdir 4,5. C variantı düzgün cavab olacaq 43-cü sualda. 44-cü suala nəzər yetirək indi. XO birləşməsinin 16,2 qramda 3,2 qram oksigen olduğunu bilərək X elementin nisbi atom kütləsini tapın. 16,2-sində 3,2 qram oksigen varsa, X üstəgəl 16-sında da 16 qram oksigen var. Buradan X üstəgəlsi 16 bərabərdir. 16 vur 16,2 bölünsün 3,2-yə. Və hər tərəfi ona sıra yaparsaq X üstəgəl 16 bərabərdir 81, X də bərabərdir 65. C variantı düzgün cavab olacaq 44-cü sualda. 45-ə nəzər yetirək. 45'te 11,2 litr propenin yanması zamanı 720 kilojul istilik ayrılırsa propenin yanma reaksiyasının istilik effektini təyin edin. Deməli, gəlin propeni yandıraq. C3H6 oksigende yanan zaman karbon qazı əmələ gəlir və su ayrılır. Deməli 2, 6, 6 və burada düşəcək 9. Və bizdə nə istəyir? Yanma zamanı 11,2 litr yanma zamanı 720-dirsə, 2 vur 20,4, yəni 44,8 zamanı isə x kilojul istilik ayrılır. Buradan da x-i təyin etsək 2880 kilojul edir. D variantı düzgün cavabdır 45'te. 46'da 46-cı sualımıza nəzər yetirək. C3H6 və C3H8-dən ibarət qarşılığın kütləsi 128 qramdır. Qarşıdakı karbon atomlarının sayı 9 n olarsa, qarşıdakı ümumi atomların sayını hesablayın. Deməli, C3H6 və C3H8-dən ibarət qarışıqdır, amma mollarını bilmirik. Birini x, digərisi y-dən işarə edək. Və buradakı nə istəyir bizdən? Kütləsi C3H6-nın MR-i 42-dir. Yəni 42x üstəgəl o birisi isə 44-dür. 44y, 42x üstəgəl 44y bərabərdir 128-ə kütlələri. Və karbon atomlarının sayısı 3x üstəgəl 3y isə bərabərdir 9-a, yəni 9n-a bərabərdir. Burada nəyi təyin edərik? İkinci təlinlikdən hər tərəfi 3-ə bölsək, x üstəgəlsin y-in 3 olduğunu alarıq. Və burada yerinə qoyaq birinci təlinlikdə. X-in yerinə qoyuruq 3 çıxılsın y, üstə gələk 44y bərabərdir 128-ə. Və buradan da 2y bərabərdir 2-yə, y də bərabərdir 1 ifadəsini alarıq. Bəs y 1-dirsə, x də bərabərdir nəyə? 3 çıxılsın y-ə, yəni 3 çıxılsın 1-ə, o da edər 2. Yəni y 1-dirsə, x də 2-dir. X-in qiymətini yazaq 2, y-in qiymətini yazaq 1. Buradakı nə istəyir bizdən? Qarşıdakı ümumi atomların sayını. Ümumi atomlara nəzər yetirək. Deməli, bu C3H6 9 atom var. 2 də molunda isə 18 atom. Bunun isə 1 moldur və 1 molunda da 11 atom var. Bunda cəmi 29 Na eləməlidir. 29 atom D variantı düzgün cavabdır 46-da. 46-da D 29 N. Aha. Yə nəzər yetirək. Deməli, 4,4 qram doymuş bir atomla spirtdə hidratlaşdıqda 3,5 qram algen alınıbsa, algendə neçə karbon atom olduğunu müəyyən eləməliyik.
CnH2'nin üstə gəlsin bir OH hidrogenləşib CnH2-nə və su əmələ gəlibdir. Deməli 4,4 qramından 3,5 qram əmələ gəlibsə, 14N üstə gəlsin 18-indən isə 14N əmələ gəlir. Və deməli yazarıq buradan 14N üstə gəl 18 bura 3,5 bərabərdir 4,4 vursun 14N-ə. Hər tərəfi 10-a vuraq ki, bu vergüllərdən azad edək. Bunlar da 7 yığ çarparsa, burada 2 qalır, burada 5. Və buradan da alarıq 88 deməli n bərabərdir 70n üzərinə gəlsin 90-a. 18n bərabərdir 90-a, n də bərabərdir 5-ə. Bizdən 5-ə ilə karbon atomlarının sayını istirdi. C variantı düzgün cavab olacaq. 47-ci sualda. Səkkizinci suala nəzər yetirək. Mis və xrom atomlarının tək elektronlarının cəmi nə qədərdir? Bilirik ki, burada elektron uçurumu hadisəsi baş verir. Misdə konfigurasiya 4sp 3d10 formasında olurdu. Xromda isə 4s1 3d5 formasında. Tək elektronlar burada 6-dır, burada isə 1-dir. Cəmi tək elektronlar 7 ədəddir. A variantı 48-də düzgün cavabdır. 49-a nəzər yetirək. 2 mol natrium sulfat duzunun suda məhlulunda cəmi neçə mol ion olar? Alfa 70%dirsə, deməli natrium sulfatı yazaq. İyonlarına dissosiyasiya edir. Natrium və SO4 -2 ionu əmələ gəlir, düzdürmü? 2 mol natrium. Aha. Deməli, baxın. 2 moldan 1 moldan 3 mol ion əmələ gəlsə, 2 moldan 6 mol ion əmələ gələr. Nə vaxt dissosiyasiya dərəcəsi 100% olanda. Bizdə nə istəyir? 70% olanda nə qədər ion əmələ gələr? X qədər. Yəni bu tənasibdən. X da eləyəcək 4,2. D variantı düzgün cavabdır 49-da. 50-ci suala nəzər yetirək. 30 dərəcədə 0,2 mol benzin litr saniyə sürətlə gedən reaksiyanın sürətinin temperatur əmsalı 2 olarsa, 70 dərəcədə reaksiyanın sürətini müəyyən edin. 50-ci sualdır. Deməli, bizdə burada VT2-ni istəyir də. VT2 bərabərdir nəyə? VT1 vurulsun, qamma üstü T2 çıxsın, T1 bölünsün 10-a. VT1 0,2 verib, qamma 2-dir. 70-dən 30 çıxırıq, 40 10-a bölürük, 4, 2 üstü 4. O da edir 0,2 vurulsun 16. O da edir 0,32 mol bölünsün litr saniyə. Deməli 0,32. Y variantı 50-ci sualda düzgün cavabdır. Bugün sizinlə mən Fizika Akademinin Kimya üzrə təlimçisi Həşimova Fatimə müəllimə idim. Dərslərimiz haqqında ətraflı məlumat üçün 055 527 2599 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Növbəti izahlarda görüşənədək hələlik.